בתחילת המאה ה-20. דווקא בתקופה עקובה מדם זו, רואה הרב יהודה 20-ci əsrin əvvəlləri məhz bu qanlı dövrdə Ravin Yehuda Aşlaq Baysulam insan egosunun inkişafının tamamlayıcı mərhələsinin əlamətini görür. İbrahimin açdığı hər şey, Raşbinin Zuar kitabının gizli sirlərdə təsvir etdiyi hər şey və Arinin öz əsərlərində açdığı hər şey, Baysulam bunları insanlar arasındakı əlaqə haqqında olan bir elmə çevirir. Biz hamımız bir bədənin orqanları kimi vahid, möhtəşəm bir sistemdə bir-birimizlə bağlıyıq. Baysulam dəfələrlə bunu təkrar edir. Bizə yalnız bunu aşkar etmək qalır. Baysulamın böyük oğlu Rav Baruch Shalom Aşlaq Rabash atasının sözlərini davam etdirir və izah edir. O onları daha hiss olunan, daha praktik edir. Hər bir insana ruhani aləmi açmağa imkan verir. İnsan egosu öz zirvəsinə çatanda və Kabala hikməti artıq dünyada yayılmalı olanda kabalistlərin işini yeni mərhələyə çıxaran bir şagird meydana çıxar, Mikhail Laitman. O, 30 yaşında Rabaşın yanına gəlir və onun ən yaxın şagirdi və yol yoldaşı olur. Mikhail Laitman 13 il ərzində onun son gününə qədər Rabaşın yanında olur. 2002-ci il Mikhail Laitmanı Amerika Birləşmiş Ştatları və Kanadada, Los Angeles, San Francisco, Chicago, Philadelphia, Boston, New York, Toronto şəhərlərində mühazirələr silsiləsi oxumağa dəvət edirlər. Zallar axırıncı insana qədər dolu olur. 2005-ci il Rav Laitman Dünya Müdriklər Şurasının üzvü olur. O, Tokyoda 5000 nəfərlik auditoriya qarşısında çıxış edir. Bütün dünyada Kabala, Baysulam, dünyanın birliyi sözləri səslənməyə başlayır. Eyni ideyalı o, Arosada olan konfransda və Berlindəki Azadlıq Səsləri forumunda da açır və izah edir. Kabala Leam tələbələrinin böyük səylərindən sonra efirə yeni televiziya kanalı çıxır. Kanal işə düşən kimi Kabala Leam kolleclərinin yeni filialları bütün ölkə üzrə və təkcə İsraildə deyil, İtaliya, Çin, Rusiya, Niderland, İsveç, Kolumbiyada da açılmağa başlayır. 62 ölkə və şəriəti vahid bir bədənə çevirmək ümumi səylərində İsraillə birləşir.